Mağazada ilkin olaraq olan məhsulların sayı ikili say sistemində verilib və onlardan 40 ədədinin satıldığı məlumdur. Satılmamış məhsulların sayı onluq say sistemində neçədir? Satılan məhsulların sayını elə onluq say sistemində qeyd edib və satılmamış məhsulların sayını da elə onluq say sistemində istəyir. Bunun üçün biz İlkin olaraq olan məhsulların ümumi sayında ikili say sistemində verilmiş ədədi onluq say sisteminə gətirməliyik. Və ədədi onluq say sisteminə gətirmək üçün ədədin üzərini bu cür sağdan sola doğru sıfırdan başlamaqla nömrələyirəm və daha sonra 1 vur 2 üstü 6 yazıram 64'dür. Üstəgəl 1 vur 2 üstü 5 bu edir 32. 1 vur 2 üstü 4 bu edir 16. 0 vuru yazmıram. Onsuz da bu bizə 0 verir. 1 vur 2 üstü 2 yəni 4. Və ən sonda 1 vur 2 üstü 0 bu da verir 1. Deməli, bunların cəmini hesablayıram. Edir 117. Və artıq ümumi məhsulların sayını onluq say sisteminə keçirdim. Və bizə deyir ki, bu məhsullardan 40 dənəsi satılıb. Yəni, məhsulların ümumi sayı oldu 117 dənədir onluq say sistemində. Bunun 40 dənəsi satılıb və biz satılmamışı tapmaq üçün 40-ı çıxıram. Onda cavab olacaq 77. Deməli, satılmayan məhsulların sayı onluq say sistemində neçədir? Doğru cavab 77.